Salam Həqiqət, necəsiz? Çox sağ olun, siz necəsiniz Nəzrin? Çox sağ olun, yaxşıyam, təşəkkürlər. Ötən dəfə biz Enidoc-un fiziki şəxslər, yəni əhali üçün nəzərdə tutulmuş versiyası haqqında danışmışdıq. Bu gün isə Enidoc biznesin, yəni yeni Enidoc platforması haqqında danışacağıq. Həqiqət, Enidoc biznes nədir və istifadəçilərə hansı xidmətləri göstərir? Hazırda Enidoc biznes hüquqi və fiziki şəxslər arasında sənədləşməni qeyd etdiyim kimi avtomatlaşdırır və rəqəmsallaşdırır. Burada biz hüquqi şəxslər deyəndə əlbəttə ki, şirkətləri, yəni biznesləri nəzərdə tuturuq. Fiziki şəxslər isə bizim kimi adi vətəndaşlar, yəni əhalidir. Bu sənədlərin həm rəqəmsallaşdırılmasını təmin edir Enidoc biznes, həm də sonunda rəqəmsal imza ilə hüquqi qüvvə qazanmağına köməklik edir, təmin edir. Yəni proses tamamilə rəqəmsal mühitə daşınır. Bəli, tamamilə doğrudur. Rəqəmsallaşma anlayışı haqqında daha öncədən danışmışdıq. Bəs avtomatlaşdırma özünü harda büruzə verir? Avtomatlaşdırma demək olar ki, bütün orta və böyük bizneslərdə artıq özünü göstərir. Və Nəzrin, görəcəksiniz, 2026-cı ildən avtomatlaşdırılma tendensiyası arta gedəcək. Bəs Enidoc-da avtomatlaşdırma özünü necə büruzə verir? Enidoc isə əsasən sənədləşmə və imzalama prosesini avtomatlaşdırmağa çalışır. Və təsəvvür edə bilməlisiniz ki, bu proses nə qədər xərclərə qənaət etməyə imkan yarada bilər. Real кейslər əsasında nümunə vermək istərdim. Hər kəsin tanıdığı beynəlxalq bir təşkilat olan ING Group öz sənədləşmə prosesində Digital First strategiyasına keçid edib. Burada əsas məsələ odur ki, ilk öncə rəqəmsal sənədləşmə prosesi həyata keçirilsin. Yəni məcbur olmadıqca ənənəvi sənədləşmə prosesinə müraciət olunmur. Yaxşı, bəs burada sual yaranır. Nə qədər qənaət olunub? Təsəvvür edə bilirsiniz, 30 milyon avro qənaət ediblər. Tam olaraq 30 milyon avro. Həmçinin кейsdə ətraflı bir belə deyim sizə, məlumatlar da paylaşıblar. Siyahı veriblər ki, necə olub ki, bu qədər xərcə qənaət olunub. Burada təsəvvür edə bilirsiniz, siyahının başında gəlir ki, milyonlarla kağıza qənaət ediblər. Yəni burada fikirləşirik, kağıza qənaət etmək nə qədər böyük bir əhəmiyyət daşıya bilər ki, əlbəttə şirkət böyükdürsə, təşkilat böyükdürsə, kifayət qədər əhəmiyyətə sahib olur. Və ikinci yerdə burada gəlir konvert xərcləri, yəni sənədlərin poçtla göndərilməsi xərcləri. Bu xərclərdə əlbəttə ki, burada kuryer xərcləridir, sürücü xərcləridir, bunların hər birinə qənaət olunub. Üçüncü yerdə isə gəlir saxlanma xərcləri. Amma düşünün, sizdə otaqlar dolusu dosyalar var və bu otaqlarda, yəni siz həmin dosyaları müəyyən bir müddət ərzində saxlamaq məcburiyyətindəsiz. Yəni belə baxanda bu çox da böyük bir xərc kimi görsənmir, amma uzun müddət həmin dosyalar saxlanılmalıdırsa, bu kifayət qədər böyük bir xərc yaradır. Və sonda işçi qüvvəsinə qənaət, yəni işçi qüvvəsinin həddən artıq çalışdırılmasının qarşısını alıblar. Yəni bütün bunların hamısı birləşib 30 milyon avro qənaətə gətirib çıxarıb. Maraqlı faktdır həqiqətən, lakin mən düşünürəm ki, ING kimi böyük bir qlobal şirkət Azərbaycan bazarı üçün real bir nümunə deyil. Yaxşı, gəlin yerli bazardan nümunə verək. Elementar olaraq təsəvvür edək ki, siz B2C, yəni biznes və müştəri arasında münasibətlər çərçivəsində 20-30, gündə 20-30 ədəd müqavilə bağlayan bir şirkətsiniz. İndi siz təsəvvür edin ki, siz 20-30 ünvana gün ərzində müqavilə göndərirsiniz. Və indi təsəvvür edin ki, siz 20-30 müqaviləni sadəcə bir kliklə göndərirsiniz. Belə olan halda siz əmək sərfiyyatına, sürücü xərcinə, kuryer xərcinə və s. siyahını istədiyiniz qədər artıra bilərsiniz, qənaət etmiş olursunuz. Enidoc biznes bu və bunun kimi bir çox yerdə işinizi asanlaşdırma xidməti göstərir. Müqavilələrin hazırlanmasından tutmuş, iki tərəfli imzalanmasını və hətta saxlanmasını təmin edir. Fiziki şəxslərin müqavilə yaratmaq prosesi artıq bizə məlumdur. Bəs biznes sahibkarlarının müqavilə yaratma prosesi necə gedir? Bizneslər Enidoc-da 3 formada müqavilə yarada bilərlər. Artıq sistemdə mövcud olan hazır şablonlardan istifadə edərək və hətta onları redaktə edərək, öz sənədlərini yükləyərək
və sıfırdan şablon yaradaraq. Siz az öncə dediniz ki, bir kliklə bütün sənədləri göndərmək olar. Burada nəyi nəzərdə tuturdunuz? Endok biznesdə bizdə hal-hazırda belə bir funksiyada mövcuddur ki, öz müştəri qrupunuzu yaradırsınız. Yəni nümunə üçün, əgər 1000 ədəd müqavilə hazırlayıb göndərməlisinizsə, bu müqavilələri tək-tək hazırlamaq, tək-tək göndərmək, imzalama prosesini tək-tək etməyə artıq ehtiyac qalmır. Siz sadəcə olaraq müştəri qrupunuzu seçirsiniz və həmin müştəri qrupuna uyğun olaraq müqavilə avtomatik formada hazırlanır. Yəni sizin 1000 ədəd müqaviləniz artıq avtomatik formada hazırdır və sizin təsdiq etdiyiniz halda qarşı tərəflərə, yəni müştəri qrupunuza sistem tərəfindən avtomatik olaraq göndərilir. Qarşı tərəf isə öz müqaviləsini, yəni fiziki şəxs isə öz müqaviləsini Endok mobil tətbiqində görür. Endok mobil tətbiqinə daxil olur, müqaviləsi ilə tanış olur və daha sonra həmin müqaviləni sima imzası ilə təsdiqləyir. Yaxşı, bəs desəz ki, əgər qarşı tərəfdə Endok tətbiqi yoxdursa, proses necə baş verir? Bu halda isə həmin şəxsə sistem tərəfindən avtomatik olaraq link göndərilir. Yenə də eyni qaydada linkə daxil olur, müqaviləsi ilə tanış olur və sima rəqəmsal imzası ilə həmin müqaviləni imzalayır. Fiziki şəxslərlə bağlı olan Endok proqramı haqqında biz ötən podkastımızda geniş şəkildə məlumat vermişdik. Əgər həmin podkasta daxil olmaq istəyirsiniz və Endok haqqında məlumatlar almaq istəyirsinizsə, o zaman açıqlamaya yerləşdirdiyimiz linkə daxil ola bilərsiniz.